Təzə bir cümlə görəcəyik burada. ABC üçbucağının C düzbucaq təpəsindən hipotenuza paralel müstəvi keçirilmişdir. Hipotenuzdan həmin müstəviyə qədər məsafə 1-dir. Katetlərin bu müstəvi... Hə, indi cümlələri doldurdu bura. Addım-addım işləyirsiniz. Bir müstəviniz var. Bura. Bu müstəviyə bir dənə düzbucaqlı üçbucağı gətirib qoyubsuz C düzbucaq təpəsini yerə, qalan iki tərəfi təpəni göyə. Bax belə. Bu C yerdədir, yerdə qoymuşuq. Bu AB təpələr də göydədir və AB də hipotenuzdur və deyir ki, yerə paraleldir. Təsviri anladınız? Paraleldir. Sonra hipotenuzdan yerə qədər olan məsafəni, buradan yerə qədər olan məsafəni 1 verib. Buradan bura qədər olan məsafələri nə qədər verib? 1 verib. Bax, bu yer davam edir. Sonra katetlərin bu müstəvi üzərində proyeksiyaları. Nə idi o proyeksiya? Müəllimlərə bayaq gördük axı. Bu yerdədir. Bu yerdədirsə bu biçim mail deyil. Bura mailin ucu nöqtəsindən yerə qədər məsafə deyil. Bunun proyeksiyası hara düşürdü? Oradan. Çünki deyirdi ki, hipotenuzun altındakı, yəni mailin altındakı katet nədir? Proyeksiyadır. Buranı bizə 3 verib. Deməli, bura 90'dır proyeksiyaya görə. Gəlib buranı da bizə nə qədər verib? 5 verib. İndi nə edəcəm? Gələcəm burada gözəlcə Pifaqorlarımı yazacağım. Birini bura, birini də bura. Onda Pifaqorları yazanda bura köşaltda 10 eləyəcək, Pifaqorları yazanda bura köşaltda 26 eləyəcək. Və ümumi düzbucaqlı üçbucağa, yəni ABC düzbucaqlı üçbucağına da bir daha Pifaqor teoremi yazanda burada 6 eləyəcək.